Əgər bir qadının 3 müxtəlif yumurta əkizləri dünyaya gəlibsə, onda mayalanmada iştirak edən hüceyrələrdə cəmi neçə xromosom olar? Yəni cəm nə qədər xromosom vardır? Biz bunu buradan öyrənə bilərik. Tamam, baxaq görək müxtəlif yumurta əkizləri necə yaranır? Bilirik ki, müxtəlif yumurta əkizləri dediyi üçün mayalanmada bir yumurta hüceyri iştirak edir, bir dənə də erkək qamet spermatozoid. Yenə mayalanmada bir yumurta hüceyri iştirak edir, bir spermatozoid. Mayalanmada bir yumurta hüceyri iştirak edir, bir dənə spermatozoid. Və bunların hər birinin xromosom sayı belə deyək ki, 23 ədəd olur, 23 ədəd olur, 23 ədəd olur, 23 ədəd olur, 23, 23 olur. Biz bilirik ki, bu ikisi birləşəndə yeni zigot yaranırdı və bundan da orqanizm yaranacaqdı. Eyni qaydada hər birindən zigotdan da əkizlər doğulmuş olacaqdı və müxtəlif yumurta əkizlərində qan qrupu, göz rəngi, cinsiyyəti demək olar ki, fərqli də olurdu. Cinsiyyət bəzən eyni də olur. Zigotdan da bir əkiz yaranacaqdı. Ə hərfi yazıram qısaca. Əkizimiz yarandı. Bu da əkizimiz yaranacaqdı. Bizdən xromosomların sayını, cəmini soruşduğu üçün biz bunların hamısını cəmləməliyik. Cəmləyəndə deməli 23 vuraq 6, 6-nı 23-ə vursanız tam 138 olacaqdır. Sonu 8-lə bitən bir rəqəmimiz vardır. Düzgün cavab 138.